9 illik bazadan kolleclərə qəbul olmaq istəyənlər üçün keçid ballarını sizə təqdim edirik. Deməli, burada qırmızı yazılanlar ödənişli ixtisasların balıdır və sarı hərflə işarə olunanlar isə kolleclərin adıdır. Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə İqtisad Kollecində bank işi ixtisası, məsəl üçün izah üçün deyirəm bunu, 180.1 ödənişsiz, 136.4 isə ödənişli ixtisasıdır. Təxminən buradan belə nəticəyə gəlmək olar ki, ödənişli ixtisasla ödənişsiz ixtisas arasında 50, 30, 40 bal fərq var. Yəni topladığınız bala uyğun olaraq ixtisas axtarırsınızsa, yəni ödənişli və ödənişsiz arasında bu qədər bal fərqi var və ixtisas seçimi zamanı da mütləq bunlar hamısı nəzərə alınmalıdır. Yəni bal fərqini nəzərə almalısınız ki, qəbul olma şansınız çox olsun. Deməli, burada gördüyünüz qırmızı ilə işarələnənlər ödənişli ixtisasların ballarıdır. İxtisas seçimindən bağlı sualınız olarsa qeyd eləyin, maksimum dərəcədə cavablandırmağa çalışacağıq. Deməli, gördüyünüz kimi Azərbaycan Texniki Universiteti nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci, burada ixtisaslar var və həmçinin onu da qeyd edeyim ki, ixtisaslar seçərkən gələcəkdə subakalavr kimi qeydiyyatdan keçib ali məktəblərə qəbul olmaq istəyirsinizsə, elə ixtisaslar seçməlisiniz ki, qəbul olma ehtimalınız da çox olsun. Çünki bəzi ixtisaslar var ki, onlardan qətiyyən universitetə qəbul olmaq olmur. Çünki ballar yüksəkdir. Ancaq elə ixtisaslar var ki, həmin sahələrdə qəbul olmaq, xüsusilə də ikinci qrup ixtisasları, məsələn, marketinqdir, mühasibə uçotudur. Bu ixtisaslardan universitetə qəbul olma ehtimalı daha çox olur. Gördüyünüz kimi, bax, burada da birinci qrup ixtisaslarıdır. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdində Bakı Neft Energetika Kollecidir, neft emalıdır, neft kimyasıdır bu ixtisaslar. Sonra Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kolleci daha çox oğlanların belə deyək, seçim etdiyi ixtisaslardır ki, burada da ballar nisbətən digər kolleclərə nisbətən aşağıdır. Gördüyünüz kimi ödənişli ixtisaslarda da daha aşağı ballar var. Aşağı bal yığanlar bu kolleci seçə bilərlər. Ondan sonra regionlar gəlir. Naxçıvan Musiqi Kolleci, Gəncə Dövlət Universiteti nəzdində Regional Kollec, Qazax Dövlət Sosial-İqtisadi Kolleci, burada da keçid balları aşağıdır. Tovuz Dövlət Sosial-İqtisadi Kolleci. Regionlarda gördüyünüz kimi keçid balları nisbətən aşağıdır. Sumqayıt da Bakıya yaxın olduğuna görə biraz burada ballar fərqlidir. Ancaq qabiliyyət imtahanı tələb edən ixtisaslarda ballar həmişə olduğu kimi aşağıdır. Sonra gəlir Şamaxı Dövlət Regional Kolleci. Gördüyünüz kimi ödənişli əsaslarla olan belə deyək, ixtisasların balları nisbətən aşağıdır. Həmişə olduğu kimi belə. Sonra fiziki tərbiyə müəllimliyidir, balı aşağıdır regionlarda. Bu qədər. Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnik Kollecidir. İsmayıllı. Yəni, burada artıq regionlardır ki, regionlardan da bir də Bakı Biznes və Kooperasiya Kolleci var ki, bu da özəl kollecdir, Bakıda yerləşir. Onun da keçid balları nisbətən aşağıdır, ödənişi isə yüksəkdir. Yəni təhsil haqqısı nisbətən digər kolleclərə baxanda yüksəkdir. Bu qədər. Suallarınız olsa ünvanlaya bilərsiniz, cavab verməyə çalışacağıq.